Bir də hekayə danışacağım. Çox absurd bir situasiyadır. Bizim bir müştərimiz var. Onların vergi hesabatlığına aparıb, vergi xidməti gəlibdi, yoxlayıbdı. Onları heç nə tapa bilməyibdi. Amma belə boş-boşuna gedə bilmirlər də. Bilmirəm niyə görə. Nəsə tapmalıdırlar. Onlar müqavilələrini oxuyurlar və müqavilədə belə bir punkt var. Onlar müştəriləri ilə müqavilədə əgər deyir gecikmə olsa, sizə penilər hesablanılacaqdır. Əgər siz ödənişinizi gecikdirsəz, penilər olacaqdır. Faiz ödəyəcəklər. Hamıda var. Onlar deyirlər ki, siz gəlib bunu müştərinizə verərdiniz. Bütün bu penyaları hesablayıblar. Nə qədər biz onlara hipotetik olaraq borc yaratmış, onu bizim gəlirlərimizə salıblar, oradan vergi hesablayıblar. Deyirəm, bu standartdır da, hamı yazır ki, biraz qorxutsunlar da hamını da bir-birinə. Siz isə bunu götürüb istifadə edirsiniz ki, tanınmamış gəlir kimi əlavə edirsiniz mənim gəlirliyimə və orada məndən vergi tutursunuz da. Yəni ki, sizin vergi məcəlləniz elə yazılıb, absurddur da öz-özlüyündə. Mən deyirəm, bunlar olmaz. Sonra siz necə insandan tələb edə bilərsiniz ki, sən düzgün işlə? Gəlibsə rəsmi, ala, verim sənə. Öyle deyil. Təəssüflər olsun ki, bu problemlərlə üzləşirik. Onlar plan düşüncəsindən keçməyiblər hələ ki, onlar üçün plan vacibdir. Mən deyirəm, plan deyil də, yəni ki bu, mən Rusiyanı həmişim gətirirəm, nümunə kimi Mishustin'in vaxtında, indiki baş naziridir də Rusiyanın, ondan əvvəl vergi xidmətinin rəisi idi. O ümumiyyətlə vergi adamı deyildi, o aytişnikdir, proqramçı idi ora gələndə. Və o iki dənə şeylədi, o dedi ki, mən məqsəd qoyuluşunu dəyişirəm. Siz indi vergi deyirsiniz, vergi inspektorlar deyirsiniz, biznes partnyorlarsınız. Siz biznesin partnyorusunuz və bütün fəaliyyətiniz biznesin inkişafına doğru getməlidir. Siz gedib onu deməlisiniz ki, mən gəlmişəm sənə kömək etməyə. Bu bir. İkincisi, hamısı data əsaslıdır. Nə gözəl. Hər şeyi datalaşdırıblar. Bir intervyu vardı, Forbes gəlib Mishustin'dən intervyu götürürdü. Deyir, siz hansı oteldə qalırsınız? Mishustin jurnalistə verir. Deyir, falan oteldə qalıram. Telefonu açıb, işte qurdalamaq başlayıb, siz həmin oteldə dünənləri kofe almışsınız. Mən nə bilim də 60 rubla. Düzdürmü? Deyir, hə. Deyir, mən telefonumdan datanı görürəm, otelin xərclərini nə satıblar, otel dünənləri bu otel. Mən öz telefonumda görürəm. Gör, nə tər data qrupdur insan. Burada otura-otura bütün otellərin gəlirlərini görə bilir. Burada otura-otura bilir. Və bunun sayəsində könüllü vergi və həm də sadələşdirmə vardı. 13% indirdi gəlir vergisini və sadələşdirmə elədi ki, könüllü vergi ondan sonra vergi ödənişləri iqtisadi artımdan daha yüksək artdı. Artdı da düzəlsiniz. Artacaq da bu normal bir şeydir. Nə edirsiniz o boyda vergi inspektor? Hamısını data əsasında eləyin, təmizləyin, sadələşdirin, imkan partnyor verin. İşsiz qalacaq axı məsələ var. Burada isə balaca bir kafe açırsan, bir kurs açmışdı bir yoldaş. Birinci gün açıbdı, hansı bir müəllimlərin hələ ki müqavilələrini eləməyibdi də. Dərhal salam əleykum vergi əməkdaşları gəldilər. 20 min manat cərimə, sanksiya. Sən ki açmısan müəllimlərlə müqavilə bağlamı, salam əleykum. Qələt edib açıbsan. Budur. Mən başa düşürəm, tam qanuni deyir. Mən heç nə deyə bilmirəm. Yəni insanı tam qanuni şəkildə etmisiniz də. Amma bu partnyorluq deyil. Gəl xəbərdarlıq elə ki, mən gördüm bunu. Xahiş bir ay sənə vaxt verirəm, düzəlt bunu. Sənə lazımdır ki, o başlayan kimi 20 manat sənə sanksiya versən, planını doldurasan. Yox, sənə lazımdır ki, bu bəlkə gələcəyin böyük bir kurs şəbəkəsi olacaqdı, universitet açacaqdı bu insan. Gələcək, sən 20 manatı bugün aldın. Sən rəisimin yanında dedin ki, mən planımı yerinə yetirmişəm. Bəs iqtisadiyyat nə oldu? Bəs bunun potensialı nə oldu? Bunun gələcək gəlirləri nə oldu? Siz dedik o yaxına perspektivi düşünürlər də, uzağı perspektivi düşünmürlər. Çünki plan düşüncəsi olanda budur. Gömrükdə də bizdə uzun müddət o idi. İndi Şahin müəllim gələndən sonra dəyişilibdi. Ona deyirlər, mən sadəcə şokda idim. Əvvəlki rəhbərliyin intervyularına baxanda deyir, bizim məqsədimiz plan yığmaqdır. Deyirəm, açın, oxuyun Azərbaycan Respublika gömrük haqqında qanunu. Orada yazılıb ki, ticarətin asanlaşdırılmasıdır, border kontroludur, sərhəd kontroludur. Orada yazılmayıb ki, sən plan yığmalısan. Yoxdur gömrüyün məqsəd qoyuluşlarında ki, sən plan yığmalısan. Sən ticarəti asanlaşdırmalısan. Sən əmin olmalısan ki, ölkəyə narkotik girmir, silah girmir. Budur sənin məqsəd qoyuluşun. Sən mənim gələndən sonra Allah şükür biraz insanların düşüncə tərzi dəyişir artıq orada. Eyni şeydə digər yeniliklər var orada. Dövlət orqanlarında görməyini istərdim.